Değerli izleyicilerimiz, Binə qəsəbəsində Leon Şadlıq Sarayının yaxınlığında əsas yola bir 100 metr məsafədə olan belə bir 3 sotda 2 mərtəbə gözəl bir evimizin təqdimatına gəlmişəm değerli izleyicilerimiz. Gördüğünüz kimi evimizin çöl görünüşüdür bu formada. Avtomatik qapılarla, pultla qapılar. Evimizin bağıyla sizlərə tanış edeyim. Bu navesimizdir, garaj hissəmizdir. Yəni burada maşın saxlamaq üçün navesiyaydı, sərin oturmaq, sərində oturmaq üçün belə bir bağ hissəmiz. Burada evimizin arxasında sanuzel sanitar qovşağımız, kombimiz və belə bir əlüyan yerimiz, belə bir sanuzel sanitar kombi otağımız, kombidə qoyulub təhvil veriləcək değerli izleyicilerimiz. Çox möhtəşəm bir evdir. Evimiz 2 mərtəbədən ibarətdir. 3 sotda 2 mərtəbə, əsas yola çox yaxın, çox möhtəşəm bir evdir değerli izleyicilerimiz. Evimizin içini sizlərə tanış edeyim. Daxil olduğunda belə bir koridor qarşılayır bizə değerli izleyicilerimiz. Gördüğünüz kimi solda isə belə bir geniş mətbəx qarşılayır değerli izleyicilerimiz. Panorama pəncərə ilə gördüğünüz gibi restoranına kadar var evimizin kombisi, radyatörü, her bir şey. Bu bizim değerli izleyicilerimiz. Qonaq otağımızdır bu formada. Çok genişdir. İnşallah ki yaxınlığında gəlib tanış olacaqsınız. Birinci mərtəbədə olan qonaq otağımız. Və burada sanuzel sanitar qovşağımız, istifamlandı bütün aksesuarlar qoyulub değerli izleyicilerimiz. Burada kollektor hissəmizdir. Qalxaq ikinci mərtəbə ilə sizlərə tanış edeyim. Gördüğünüz kimi xüsusi zövqlə yaşayın değerli izleyicilerimiz. İkinci mərtəbəyə qalxdıqda belə bir sanuzel sanitar qovşağımız ikinci mərtəbədə olan tam hazır aksesuarlarına qədər qoyulub. Bu bizim değerli izleyicilerimiz bir yataq otağımız. Gördüğünüz kimi. Bu bizim ikinci bir yataq otağımız. Bu da bizim üçüncü bir yataq otağımız değerli izleyicilerimiz. Buradan da çıxışımız var. Balkona bu formada değerli izleyiciler. Gördüğünüz kimi evimizin həyətinin sahəsi, evimizin qiyməti 130 bin manata satışa çıxıb sahiblərinə real alıcı gözəl bir endirim olacaq. Ətraflı məlumat üçün əlaqə saxlayırsınız inşallah.